elm əhlinə hörmət eləmək, bu da çox mühüm məsələdir Yaşar qardaş. Buna da çox diqqət eləmək lazımdır. Yəni, hər birimiz elm əhlinə hörmət eləməliyik. İlk öncə bilmək lazımdır ki, Allah Taala özü elm əhlinə hörmət eləyib, elm əhlini fərqləndirib. Allah Taala buyurur ki, Qurani-Kərimdə "Yərfə'illahul-ləzīne əmənu minkum vəl-ləzīne utul ilmə dərəcət." Allah sizdən iman gətirənlərin və elm verilənlərin dərəcələrini qaldırıb. Alimlər deyirlər ki, bu ayədə fadiləni, 2 dənə fəzilət var. Birincisi, iman. Kim Allaha iman gətiribsə, Allah Taala onu fərqləndirib, seçib. Üstünlük verib Allah Taala ona. Və iman gətirənlərin də içində Allah Taala bir üstünlük verir kimlərə? Elm öyrənənlərə, alimlərə. Başqa ayədə Allah Taala bildirir ki, "Qul hal yestevillezine ya'lemun ve'llezine la ya'lemun innema yetezekkeru ulul albab." De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi? Allah Taala eyni eləməyib. Çünki ayənin sonundadır ki, "İnnema yetezekkeru ulul albab." Bunu ancaq xatırlayar, bilər, başa düşər kimlər? Ağıllı insanlar. Kölgənlə isti eyni olmadığı kimi, soyuqla isti eyni olmadığı kimi, alimlə də cahil bir deyil. Ona görə bizə də vacibdir bir müsəlman olaraq alimlərin, elm tələbələrinin qədrin, qiymətini bilmək, onlara hörmət qoymaq. Təsəvvür edin, Peyğəmbər sallallahu əleyhi və səlləm alimlə abidi gözəl bir misalda gətirib. Abu Davud rivayətində hansı ki, hədisi Şeyx Albani səhihləşdirib. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnnə fadlal alim kəfaddil qamar İnnə fadlal alim kəfaddil qamar leylətel bədr alə sairil kəvakib." Alimin, abidin üzərində olan fəziləti gecə vaxtı bədirlənmiş ayın digər ulduzların və ya ulduzların üzərində olan fəziləti kimidir. Fikir verin, necə gözəl bir misal çəkib Peyğəmbər sallallahu əleyhi və səlləm. Sən insan gecə göyə baxanda görürsən ki, ay bədirlənmiş ay hansı ayda əsasən? Yəni yumruq 14, bəli, tam 14-15-ci gecədə olan ay ona deyilir bədirlənmiş ay. Peyğəmbər sallallahu əleyhi və səlləm o misal çəkir ki, bax gör o necə böyük, necə nur saçan, necə əzəmətlidir. Digər ulduzlara baxanda o fərqlənir, o seçilir. Alimin də abiddən fərqi budur. Və buna bir qissə zikr eləsə yerinə düşər. İmam Malik rahimehullah, hamımız İmam Malik'i tanıyırıq. İmam Malik Peyğəmbər sallallahu əleyhi və səlləmin məscidində dərs deyənlərdən biri olub. Və oranın, hətta deyirlər ona ki, İmam-ı Dərül Hicrə, hicrət diyarının imamı. Çünki hicrət hara olunurdu? Mədinəyə gəlirlər müsəlmanlar o vaxtda əsasən. İmam Malik dərs deyir orada, ümməti öyrədir. Abidlərdən biri İmam Malikə məktub yazır və gözəl bir məktub yazır. Maraqlı qissədə həqiqətən deyir ki, "Ey şeyx, Allah sizə bərəkət versin, Allah sizi qorusun. Mən deyir, baxıram siz ancaq öyrənib öyrədirsiniz. Özünüzü ayırmışsınız elmə və insanlara öyrətməyə. Mən sizə deyir, məsləhət görərdim ki, xatırladardım ki, biraz da özünüzlə məşğul olun. İbadətlə məşğul olun, özünüzü ayırın ibadətə, Allah'a çoxlu zikr eləyin və s. İndi o abid deyil. Onun işi abid kimə deyilir? Abid, yəni ibadət edən və çox ibadət edən. Yəni özünü adam ayırıb Allaha ibadətə. Məsələn, çoxlu namaz qıla bilər, çoxlu oruç tuta bilər, çoxlu zikr eləyə bilər və s. digər salih əməllər daha çox ola bilər. Lakin İmam Malik də alimdir. Elə ona görə ona alim deyilir. O məktubunu götürür, gözəl qarşılayır və ona cavab yazır. Ki, "Aleykumussalam və rahmetullahi və barakatuh." Allah razı olsun. Təşəkkür eləyir. Sonra deyir ki, Allah Teala qulların ruzularını böldüyü kimi onların əməllərini də bölüb. Həqiqətən də belədir. Allah Teala qeyd edir Quran-ı Kərimdə ki, "Nəhnu qasamna beynəhum məişətəhum fil həyatid dunya." Biz dünyada qulların güzaranlarını bölmüşük. Onların dolanışığını, ruzularını, kim nə qədər yeyəcək, kim nə qədər içəcək, kimin məsələn aylıq maaşı nə qədər olacaq və s. bolluğu, qıtlığı hamısını deyir Allah Teala bölüb. İmam Malik deyir ki, Allah Teala qulların ruzularını böldüyü kimi onların əməllərini də bölüb. Allah Teala bəzi insanlara çoxlu oruç tutmağı, çoxlu namaz qılmağı, Allah üçün cihad eləməyi,
sədəqə verməyi və sair salih əməlləri asanlaşdırıb. Allah mənim üçün öyrənib öyrətməyi asanlaşdırıb. Sənin üçün də ona çoxlu ibadət eləməyi asanlaşdırıb. Lakin məndir elə zənn edirəm ki, hər ikimiz xeyir üzərindəyik. İlk olaraq burada İmam Malikin gözəl əxlaqı. Abid şək yoxdur ki, alim deyil. Demək olar ki, hər alimin elə özü abid sayılır. Lakin hər bir abid alim sayılmır. İmam Malik ilk olaraq gözəl, oradan nümunə götürmək olar ki, İmam Malik onun nəsihətini qəbul edir. Və demir ki, mən aliməm, məsələn, gedişindən məşğul ol, bəzi görürsən insanlar alçaltmır, təhqir eləmir. Gözəl şəkildə qarşılayır və ona başa düşəcəyi dildə, ona lazım olan qədər cavab verir, o da qəbul edir. Fikir versəz, abid özü etiraf edir ki, İmam Malik öyrənib öyrətməklə məşğul edir. Həqiqətən də öyrənib öyrətmək elə-belə əməllərdən deyil. Elə-belə kiçik əməllərdən deyil. Öyrənib Quran-ı Kərim, məsələn, Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Quran-ı Kərim üçün Muhammed sallallahu aleyhi ve sellem deyir ki, xayrukum mən təəlləməl Qur'anə və əlləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və sonra digərlərinə öyrədəndir. Kim Quran-ı Kərimi öyrənirsə, gözəl şəkildə özü oxuyub, sonra digərlərinə öyrədirsə, ümmətin ən xeyirlərindən sayılır. Həmçinin nə üçün Peyğəmbər sallallahu aleyhi ve sellem misal çəkir ki, alimin abid üzərində olan faydası və yaxud da fərqi, fəziləti. Çünki abidin, eyni ilə İmam Malikin həmin bu qıssəsi, abidin ibadəti kimədir? Allaha və xeyri də özünədir. Allah Teala deyir ki, məncə əbil həsənəti fələhu əşru əmsəlihə. Əl-əyə. Kim bir salih əməllə gəlsə, ona 10 savab verəcək Allah Teala. 10 qat mükafat verəcək. Kiminsə salih əməlinin əvəzi başqasına verilməyəcək. Hətta günahı da. Və lə təzru vazirətun vizrə uxra. Heç bir günahkar başqasının günah yükünü daşımayacaq. Abidin ibadəti özünədir. Alimin faydası kimədir? Həm özü Allaha elm üzərində ibadət edir, həm ailəsini öyrədir, həm də kimi Muhammed sallallahu aleyhi ve sellemin ümmətinə təsir edir. Ona görə bilmək lazımdır ki, alimlər bizi mənəvi qidalandırırlar. Allah Teala bizi şəri məsələlərdə soruşmaqda, düzdür, bu ayəni alimlər dünyavi məsələ də gətirirlər. Əsasən bu ayə hansı məsələlər aiddir? Şəri məsələlər. Allah Teala bizə nə deyir? Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiklər bizi, bilənlərdən, alimlərdən soruşun. Allah Teala bizi yönəldib onlardan soruşur. Bax, ata-anamız, biz götürsək öz ata-anamızı, Allah Teala istəyir ki, Allah Teala valideynlərdən kim dünyasını dəyişibsə onlara rəhm etsin, günahlarını bağışlasın. Valideynlərdən sağ olanlara Allah Teala xeyirli ömür versin, özünə itaətdə uzun, bərəkətli ömür versin. Onlar bizim üçün əziyyət çəkiblər, hissi olaraq yedizdirib, içizdirib, dünyavi elmi veriblər, bizi təmin ediblər. Allah onlardan razı olsun. Yəni, böyük bir əziyyəti var. Həmçinin qeyd eləmək olar ki, Allah Teala deyir ki, وَعْبُدُ və لَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın. Valideynlərə də yaxşılıq edin. Onların xidmətində durmaq lazımdır. Onların fəzilətini üzərimizdə etiraf eləməli. Fəziləti nədir? Bizə baxıblar. Dünyanın istisindən, soyuğundan bizi gözləyiblər, qoruyurlar. Ana gecələr yatmırsan, yatasan. Ana yemirsən, yeyəsən. Ana, Allah necə deyir, 9 ay bətnində zəifləməyə baxmayaraq səni daşıyıb. Yəni, ata-ananın fəzilətindən danışsaq bitirə bilməyik. Lakin qeyd eləmək lazımdır ki, əsasən onlar bizə hissi baxıblar. Lakin mənəvi qidanı bizə Allah Teala alimlərin dili ilə, onların elmi ilə bizə çatdırıb. Ona görə biz müsəlmanların, sıravi insanların üzərinə düşən odur ki, alimlərin, elm əhlinin, elm tələbələrinin qədrin bilək, onların şənini ucaldaq. Allah Teala deyir ki, وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. Kim Allahın şüarlarını təzim etsə, Allahın alimidir, Allahın dinini biləndir. Allah Teala bunun şənini qaldırıb, Allah Teala Quranda bundan danışıb, Peyğəmbər sallallahu aleyhi ve sellem bunun fəzilətindən danışıb desə, ucaltsa, Allah deyir ki, فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. Bu, qəlbin içində olan Allahın qoxusundan gəlir. Lakin bəzi insanlar görsən, alimləri təhqir eləyir, bəzilərinə göbəkdən aşağına üzr istəyirəm, ifadəmə görə dinləyicilərdən də eyni zamanda üzr istəyirik. Lakin belə deyirlər ki, məsələn, filan alim o heyz məsələsini yaxşı bilir, qadınlara aid olan məsələni yaxşı bilir, əqidəni bilmir, mənhəci bilmir və s. Bunlar qərəzlidir, yəqin ki, qərəzlidir. Bəli, qərəzlidir. Alimlər insanların gözündən salmaqdan ötürü deyilən sözlərdir. Lakin İmam Əhməd, Allah ona rəhmət eləsin, o həmişə deyirdi ki, kim alimləri alçaldarsa, onun axirəti gedər, kim başçısını alçaldacaqsa, onun dünyası gedəcək. Bəli, çox gözəl sözdür, çox gözəl sözdür. Hətta
alimin əti necə gəlib? Alimin əti zəhərlidir. Kim ondan yesə öləcək. Yəni qeybətinlə. Qeybəti, bəli. Əti, qeybəti. Yəni onun haqqında sən danışsan, yəni Allah onu ucaldıb. Allah ona bir məqam verib. Sən onu alçaltsan, sən ona hörmətsizlik eləsən, Allah da səni alçaldacaq. Elm tələbələrinə biz götürsək, misal üçün ölkəmizdə olan elm tələbələri, biz onları necə hörmət edə bilərik? Bir alimə və ya elm tələbəsinə ilk öncə olan hörmət dəyərli qardaşlar olur ki, onun elmindən faydalanmaq, onun elmindən istifadə eləmək, ədəbindən, əxlaqından, onun gözəl müamiləsindən, onun səbirindən, onun təmkinindən istifadə eləmək. Baxın, hər bir məsələdə ən gözəl örnəyimiz və nümunəmiz olan Muhammed sallallahu aleyhi ve sellemin sahabələrinə baxsaq, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemdən necə təsirlənirlər? Əksəriyyəti onun əxlaqından. Gəlirdi öldürməyə Peyğəmbər sallallahu aleyhi ve sellemi, lakin nə idi? Əxlaqını görüb, dəyişib, nə olurdu? Düşməni yox, onun dostu. Onu canı bahasına müdafiə edən bir dosta çevrilirdi. Elm tələbələri Peyğəmbərlərin və Muhammed sallallahu aleyhi ve sellem əsasdan əxlaqını daşıyır. Sən onun əxlaqından, onun ədəbindən, onun gözəl səmtindən, səbrindən, hikmətli davranmasından, mövzuları gözəl şəkildə çatdırmasından, ümumiyyətlə daşıdığı elmdən faydalanmaqla sən ona hörmət edə bilərsən. Əgər bir elm tələbəsi varsa, məclisdə elm tələbəsi varsa, necə deyək, onu hiss eləmək lazım. Günümüzdə olan, yəni naqisliklərdən biri oldu ki, qardaşlar tələbələri hiss eləmirlər. Məsələn, görürsən, elm tələbəsidir, xüsusən böyüklərdəndir, necə deyərlər, dəvətdə böyük əziyyət çəkən elm tələbələrindəndir. Görürsən, qardaşlar, yəni, necə gəldi, misal üçün, zarafat olur, məsələn, öz aralarında olan müamiləni, o zarafatı, o müamiləni elm tələbəsinin də yanında ilə. Bu düzgün deyil. Qəti icazəli. Qəti icazəli deyil. Bu, onun şənini qorumaq lazımdır. Onun hörmətini saxlamaq lazımdır. Adiləşdirmək olmaz. Əgər sən onu adiləşdirsən, onun elmindən də faydalana bilməyəcəksən. Necə Şeyx Fovzan deyir? Şeyx Fovzan deyir ki, kim alimin qədir qiymətini saxlamasa, qorumasa, onun elmindən məhrum olacaq. Bunlar hamısı böyük məsələlərdir, mühüm məsələlərdir. Bizim elm əhlimiz bizim böyüklərimizdir. Onlar günəş kimidirlər, aydınladırlar, yolu göstərirlər. Necə İmam Şafi, Allah ona rəhmət eləsin, deyir ki, elm əhli günəş kimidir, göydə parlayan günəş kimidir. Kim qəzəblənsə, istəsə ki, günəşə daş atsın, o daş qayıdıb onun özünə dəyəcək. Yəni sən görsənən budur ki, onlar miskinlərdir, Allah Taala bu xeyirdən onları məhrumlayıb. Kim ki, elm əhlini alçaltmaq istəyir, insanların yanında onları aşağılamaq istəyir, Allah qorusun insanın axirətinin getməsidir. Allah Taala qorusun. İbn Qayyim gözəl bir söz deyir, Yaşar qardaş. İbn Qayyim deyir ki, əgər elm şəkil olaraq çəkilsəydi, günəşin və ayın şəklindən daha gözəl olardı. Elm uca bir neymətdir. Elm əzəmətli bir neymətdir. Və elmdə rahatlıq da əldə olunmur. Alimlər deyirlər ki, əl-ilmu və yaxud da la yənəlul ilmə bi rahatil cəsəd. Rahat bədənə elm girməz. Bugün sənin gördüyün elm tələbələri ki var, vallahi, yəqinliklə bunu deyə bilərik ki, topladıqları elmi gecəsini gündüzünə qatmaqla, isti yataqlarını tərk eləməklə, uzun məsafələri qət eləməklə, illərlə ailələrindən, uşaqlarından, atasından, anasından, öz havasından, suyundan, ölkəsindən uzaq düşüb, çətinliklərə qatlanmaqla əldə ediblər. Onu onların qədrini bilmək, onların dəyərini bilmək, hörmətini saxlamaq lazımdır. Hətta gəlir sələflərimizdən ki, necə şiddətli şəkildə hörmət eləyərdilərsə öz müəllimlərinə, evində olanda ayaqlarını öz şeyxinin, öz müəlliminin evinə tərəf uzatmazdı ki, bu ədəbdən deyil. Gör necə hörmətlərini Bəli, Abdullah Mübarək öz zamanının təəccüblüsü deyirlər ona. Öz zamanının təəccüblüsü. Adam zahid idi, alim idi, təqvalı idi, mücahid idi. Bütün xeyir sifətlərini Allahın izni ilə özündə cəm edən adamlardan idi. Abdullah Mübarəkın qonşusu, bu ne üçün deyirəm, inşallah qeyd edəcəm. Abdullah Mübarəkın qonşusu evini satır. Və indi bizim misal üçün qiymətlə desək, bizim pulla desək, evi qoyur 2000 manata satışa.
Ətrafda olan qonşular deyirlər ki, sənin evin qiyməti 2000 deyil. Sənin evin qiyməti 1000-dir. Elə qiymət qoy ki, sata biləsən. O da deyir ki, alıcı gəlir, evi alan gəlir. O da etiraz edir ki, bu evin qiyməti bu deyil. Deyir ki, evin qiyməti 1000-dir. 1000 də Abdullah Mübarəklə qonşu olacaqsan ona görə. Allah akbar. Fikir versən, gör necə üstünlük veriblər alimə, elm əhlinə, elm tələbəsinə. Deyir, 1000 evin qiymətidir. 1000 də sənə elm əhli olan qonşu verəcəm. Sən elm əhlinin qonşusu olacaqsan. Elə belə deyil. Allah Teala hər birimizi alimlərə, elm tələbələrinə layiqincə hörmət qoyan qullarından etsin. Allah onları uzaldıb. Bəli, Allahın uzatdığını heç kəs alçalda bilməz. Və kimi də görsün ki, alçaldır Fudayl ibn İyad, Allah ona rəhmət eləsin. O deyirdi ki, kimdə zərrə qədər hiss edirsiniz ki, elm əhlinə qarşı hörmətsizliyi var, alçaldıcı sözlərdir. Bilin ki, o hansısa batıl yolun yolçusudur. Başqa etiqadda, başqa əqidədə olan birisidir. Bilirsən, sələfi olan, xeyir istəyən, niyyəti sağlam olan, ümməti fikirləşən, Allahın dininin yayılmasını fikirləşən bir insan elm tələbəsinə hörmətsizlik edə bilməz. Uyğun gəlmir. Yəni, sağlam qəlb, məsələn, İbn-i Qayyim rahiməhullah sağlam qəlbdən danışanda bəzi məsələlər qeyd edir. Allah Teala deyir ki, "Yevmə la yenfa'u malun və la banun illə men atallaha bi qalbin salim." O gün nə oğul, uşaq, mal, dövlət fayda verməyəcək, yalnız nə fayda verəcək? İllə bi qalbin salim. İllə men atallaha bi qalbin salim. Sağlam qəlblə gələndən başa. İbn-i Qayyim deyir ki, rahiməhullah, sağlam qəlb o qəlbdir ki, kin, həsəd, paxıllıq, nifrət bu kimi murdar sifətlərdən uzaqdır. Sələfi bu şeylərdən uzaq olmalıdır. Və la tec'al fi qulubina ghillan. Necə az öncə qeyd elədik? Ey Rəbbimiz qəlbimizdə lillədinə əmənu, iman gətirənlərə qarşı nifrət elətdirmə. Var sıravi iman gətirən, var elm əhli. O daha şiddətlidir. Məsələn, bir insan adi bir sıravi ölkənin, vətəndaşın qeybətini etməklə ölkənin rəhbərinin qeybətini etməsi eyni deyil. Ölkənin rəhbəri daha şiddətlidir. Bəlkə sıravi vətəndaşdan halallıq ala bilərsən, lakin ölkənin rəhbərinə əlin çatmır halallıq alma. Daha şiddətlidir. Qalacaq boynunda. Bəli, qalacaq boynunda qiyamət günü. Həmçinin qeyd eləmək olar ki, bəli, necə siz qeyd elədiniz, Allah Teala deyir ki, "Qulillahumma malikal mulk." De ki, ey mülkün sahibi olan Rəbbim. Tu'til mulke men teşə, mülkü istədiyinə verirsən. Və tenzi'ul mulke mimmen teşə, istədiyindən alırsan. Və tu'izzu men teşə, istədiyini izzətləndirirsən. Və tuzillu men teşə, istədiyini zəll edirsən. Əl-əyə. Burada bizim üçün dəlil hissəsi oldu ki, izzətləndirən də Allahdır, rəzil edən də Allahdır. Allah Teala onları izzətləndirib, onları ucaldıb. Yəni kimsə onları alçaltmağa çalışsa belə, vallahi alınmayacaq. Çünki Allahın ucaltdığını Allah özü alçalda bilir. Allah Teala başqa ayədə bildirir ki: "Və men yuhinillahu fema lehu min mukrim." Allah kimi alçaltsa, ona hörmət qoyan tapılmaz. Allah Teala bizi alçaltmasın. Allah Teala bizi elm tələbələrimizi qorusun. Allah Teala bizi elm əhlindən, alimlərdən və elm tələbələrindən layiqincə, haqqı ilə gözəl şəkildə istifadə etməyi nəsib etsin. Bütün xeyirlər Allahdandır. Allah Teala hər birimizi xətadan, bəladan qorusun. Velhamdülillahi Rabbil alemin.